Geçen ildən bu tərəfə, yəni dünya iqtisadiyyatında onsuz da hər şeyin qiyməti qalxıbdır. Yəni bir quzunun, yəni 1 manat qiymətində fərq eləməsi mənə gəlir ki, çox da qlobal problem deyil. Yəni bu günləri bildiyimiz kimi hər şeyin qiymətində ciddi fərqlər var son 7-8 ayda. Anlayışla qarşılayırıq. Şərait qanuni, qiymət yox. El adam var, istəyir eləmək, kəsmək. Amma ona imkanı çatmır da, belə şeylər var. Yəni artım onu gətirib çıxır. Amma ümumiyyətlə təşkil olunmağı, təmizlik, o çox gözəldir. Bəli, yaxşıdır. Elə keçənki qiymətlərdir, yaxşıdır. Stabildir, stabillikdir. Yəni hər ailənin büdcəsinə uyğun qiymətlər. Uyğundur, belə də yaxşıdır. Yenə var, Allaha şükür yeyirik. Allah qəbul edesin, kəsin, sağ ol. Çalışırıq ki, heyvanları, qurbanlıqlarımızı, yəni pərakəndə satılan yerlərdən, yəni tam baytarlığın, qidanın nəzarəti olmayan yerlərdə yox, daha çox beləncə dövlətin ayırdığı xüsusi yerlərdə. Burada həm qiymətə nəzarət var, həm də sanitariya qaydalarına nəzarət var. Ona görə razıyıq. Biraz artım var, bəli. Bazarda qiymət